Ümumiyyətcə biz belə böyük klublarda, belə deyək, yəni statistik biz bir o qədər önəm vermirik. Biz sadəcə onların ümumi oyun sistemini, ümumiyyətcə onların meydandakı düşüncəsini, hərəkətini, biz bunlara daha çox önəm veririk və əgər bu belə böyük bir klubdursa və belə yenə qeyd edirəm, böyük bir məşqçi varsa, əlbəttə ki, bu nəticə belə də olmalıdır, uğurlu nəticələri belə də olmalıdır. Çünki böyük bir azarkeş dəstəyi, böyük məşqçi, ümumiyyətlə böyük bir komanda, kollektiv və biz hər il baxsaq, hətta burada məşqçilər dəyişəndə belə onu əvəz edən məşqçilər biri-birindən daha da belə deyək, nəticəni düşünən məşqçilər olur. Çünki bu komandanın, bu klubun xarakteri sanki həmişə qalır. Buna görə belə onu biz düşünməyərək bu oyunu hazırlaşırıq. Çünki bu tam fərqli bir turnirdir və əvvəl qeyd etdiyim kimi mənə elə gəlir ki, bu klub bu komanda əvvəlki nəticələri yox, bugün bizə qarşı oyunu düşünəcəklər. Çünki turnir cədvəlində öz yerlərini daha da yaşlaşdırmaq üçün. Və ilmin cənablıya gəldikdə, ümumən durum belə pis deyil. Yəni, sabahı kimi yenə vaxtımız var. Yenə həkimlərlə məsləhət eləyəcək. Oynama ehtimalı da var. Bəlkə hər hansı bir dəyişik ola bilər, amma hər bir halda sabah oyundan qabaq tam qəti qərar verəcəyik.